Fevralın 12-sində Dalğa Gənclər Hərəkatının 5-ci qurultayı keçirilib. Qurultayda hərəkatın son bir illik fəaliyyəti ilə bağlı hesabat verilir. Növbəti bir ildə hərəkata sədrlik etmək istəyən namizədlərin çıxışları dinlənilib. Hərəkat üzvləri gizli səs vermə yolu ilə Orxan Nəbiyevi hərəkata yeni sədr seçiblər. Hərəkata sədrlik etmək üçün Araz Önər, Hafiz Poladzadə, İlkin Əlisoy və Orxan Nəbiyev namizədliyini irəli sürmüşdür. Hərəkatın nəzdində fəaliyyət göstərən Demokratiya məktəbinin direktorluğuna isə Ümumi Hüseynzadə seçilir. Dalğa hərəkatı bizim üçün, müsavat üçün də çox önəmli bir təşkilatdır. Çünki bu, Azərbaycan ictimai-siyasi həyatında, gənclər politikasında öz rəngi, öz yeri olan bir təşkilat. Hər zaman orijinal tədbirləri ilə, aksiyalarla, yanaşmaları ilə diqqəti cəlb edən bir təşkilat. Bu demək deyil ki, Dalğa hər zaman haqlıdır, Dalğanın bütün qərarları düzgündür, Dalğanın bütün qəbul etdiyi qərarlar, atdığı adımlar düzgün və uğurludur, səhv də olur, yanlış da olur, yaxud bizim yanlış hesab edədiyimiz adımlar da olur. Amma məsələ olsa ki, Dalğa öz düzü ilə də, səhvi ilə də gəncləri fəallaşdırır, onları hərəkətə gətirir, onları rəqabətə səsləyir, dəvət edir və bu da baş verir. Bu qiymətləndirilməlidir. Dalğada mənim xoşuma gələn cəhətlərdən biri də budur ki, burada bir daşlaşmış struktur yoxdur, daim hərəkətli olan bir strukturdur. Gənclər bura gəlirlər, gedirlər, sədrlər vaxtaşırı dəyişir. Mən xatırlayıram, mətbuatla bağlı nə zaman bir problem olubsa, gəncliyi, Dalğanı biz orada görmüşük. Elə son olaraq bizim bu ayı məhkəməsində də bizə hər iki qəzetə, həm Azadlıq qəzetinə, həm Yeni Müsavat qəzetinə dəstək vermişsiniz. Buna görə sizə təşəkkür edirik və sizə böyük ehtiyac var. Həm cəmiyyətdə ehtiyac var, həm demokratik düşərgədə, həm media camiyyəsində ehtiyac var. Bir içəri girəndə gözüm quşları çatdı. Təhsildə rüşvət, gələcəkdə korrupsiyaya yox. Bu istiqamətdə Dalğanın fəaliyyəti həmişə olub, amma Azərbaycanın təhsil sistemində rüşvət yoxdur. Ayrı-ayrılıqda Azərbaycanın təhsil kimi strukturlarının heç birində rüşvət yoxdur. Bunlar bazıdır. Bunlar xəracdır, rüşvət deyil. Xahiş edirəm, hər kəsə də qəbul edəsiniz. Mən gənclərdə təkamülçülük yox, inqilabçılığı sevirəm. Və hesab edirəm ki, yaranış inqilabdan keçir. Təzə şey, gəncliyə daha çox demək, yaraşır. Dalğa Gənclər Hərəkatı isə daha kreativ, daha yeni ideyalarla, köhnəlmiş dəyərləri yıxıb, yerində yeni dəyərlər, yeni insanlar, savadlı gənclik, Avropa inteqrasiya edən bir gənclik, köhnə paslanmış fikirlərdə qalmayan gənclik, bu gənclik üzərində iş prinsiplərini daha aktiv şəkildə həyata keçirən bir quruluş, bir yapılanma arzulayıram. Liderə çevirmək. Bizlər, hər birimiz, o Nəsiminin sözü var, filmdən hatırlayarsınız. Deyir, getməyin, nəyimini aparırlar, siz pırıl-pırıl uşaqlarsınız. Yəni, siz gedib özünüzü öldürməyin. Yəni, heç də sizlər həbsə layiq deyirsiniz. Heç də sizlər, əgər bilirsən sənin qarşındakı irticadırsa, onun altına gitməyə ehtiyac yoxdur. Yəni, metodlarla biz onu dərk eləməliyik ki, biz heç də o maşının altında ölməyə layiq deyilik. Biz o maşını əzmək istəyiriksə, onun altına yox, üstünə gedən yolları axtarmalıyıq.